Hər vaxtınız xeyir olsun. Photoshopun bugünkü dərsində sizinlə qatmanlar haqqında və maskalama barədə ümumi məlumat verəcəm. Ona keçməzdən əvvəl faylda yeni sənəd, yeni sıfırdan bir A4 necə yaradılır ona baxaq. Fayldan New bölməsinə toxuna da bilərsiniz və yaxud da klaviaturada Ctrl-N düyməsi ilə də bu pəncərəni aktiv edə bilərsiniz. Aktiv etdikdən sonra bizə avtomatik vərəq ölçüləri də verir və yaxud da sağ tərəfdə ölçüləri əli ilə də müəyyənləşdirə bilərik. Əgər Photoshopda Instagram post ölçüsü yaradırıqsa, piksel olaraq qalmağı daha çox tövsiyə olunur. Təbii ki, santimetr və yaxud da digər seçimlər də edə bilərik. Əgər santimetrli olacaqsa 30-un 30-a, piksel ilə olacaqsa 1080-in 1350 olaraq ölçünü qeyd edirəm. Aşağı hissə isə 1350. Ümumi genişliyi isə 72-də qalmalıdır və bunu da yenidən piksel olaraq saxlayırıq. Bu formada qalmağı daha düzgündür. Aşağı hissədə vərəq rənglərini müəyyənləşdirə bilərik. Bu hissədən istədiyimiz tip vərəq rəngini seçmək olur və yaxud da ağ fon seçib, əgər sonradan rəngləmək istəsəniz, alətlər bölməsində olan brush tool aləti ilə də yenidən rəng seçmə etmək mümkündür. Mən hələ ki ağ tonda saxlayıram, rəng seçimini dəyişmirəm, olduğu kimi qalır. Bu hissədə CMYK, RGB formatını tənzimləyə bilərsiniz. Tövsiyəm odur ki, bu ikisindən birində qalsın. Bizdə çap zamanı istifadə olunursa CMYK daha çox tövsiyə olunur, lakin mən hələ ki RGB olaraq saxlayıram. Bunu qeyd etdik, 8 bit olaraq saxlayacaq. Aşağı hissədə isə bu ikisinin fərqi nədir? Bu o deməkdir ki, hal-hazırda heç bir rəng idarə etməsi yoxdur. Amma biz Instagram postu hazırlayırıqsa, tövsiyəm hər zaman bu seçimi etməkdir ki, bu daha çox telefon formatlarında istifadə olunur. Yəni, əgər biz telefonda, Instagramda, internetdə bu şəkli yerləşdirəcəksə, bu formatda qalmağı daha uyğundur. Və yaxud da Adobe-də digər bunun içərisində olan baxın var. Bu rejimdə yenə də istifadə olunandır. Mən hələ ki olduğu kimi saxlayıram, heç bir dəyişiklik etmirəm. Aşağı hissədə isə həmişə demək olar ki, bu seçili vəziyyətdə qalır. Çünki yenə dediyim kimi telefon, sosial media və monitorlarda hər zaman piksellər kvadrat formada istifadə olunur. Yəni, kvadrat piksellərdən daha çox istifadə edirik deyə bu rejimin qalmağı daha çox tövsiyə olunandır. Və ən sonunda təsdiqləyib sıfırdan boş bir A4 yaradıram. A4 əlavə etdikdən sonra sağ tərəfdə qatmanlar pəncərəsi məndə aktiv haldadır. Lakin bəzi versiyalarda və yaxud da bəzi kompüterlərdə ekran açdıqda ilk bu pəncərə görünməyə bilər. Elə olduqda klaviaturada F7 düyməsinə də toxuna bilərik və yaxud da Window menusunda buradan Layers olan hissəni də aktiv edə bilərik. Burada bir çox əmrimiz var, onlar haqqında məlumat verəcəm. Məndə hal-hazırda belə bir şəkillər yaratmışam. Bilərəkdən burada həm şəkil, həm də yuxarı hissədə yazı var. Bunlardan ümumiyyətlə qatmanlardan necə istifadə olunursa, ilk onlar haqqında məlumat verim. İlk öncə onu deyim ki, qatmanlar bizim istifadəmizdən asılı olaraq sıralama bu yöndə dəyişə bilər. Yəni ki, mən ilk öncə background açmışam, təbii ki, arxa plan. Ona görə də ilk öncə məndə burada background qeyd olunur. Background bizim arxa fonumuz olduğu üçün biz backgroundu seçib daşıyıb onu hərəkət etdirə bilmirik. Amma layları hər birini istədiyimiz kimi yerlərini daşıya bilirik, üzərində istədiyimiz dəyişikliklər edə bilirik. Backgroundun üzərində də əgər dəyişiklik etmək istəsəniz, o zaman buradakı açarın üzərinə bir dəfə toxunmalısınız ki, o da sıfırdan bir lay halına gəlsin. Diqqət etsəz, artıq rəngi də istədiyim kimi dəyişib, ölçü verib və yaxud da rəngləyə bilərəm. Dəyişikliklər etmək olur yəni. Bu qatmanların əsas istifadə qaydası necədir? Dediyim kimi, əgər arxa fonda mən ilk öncə background əlavə edib, üzərinə məsəl üçün bu şəkli əlavə etmişəmsə, deməli backgrounddan sonra digər şəkil aktivdir.
Və yaxud da ondan sonra gələn şəkil kofe şəklidir. Ona görə də məndə kofe gəlir. Ən sonda da yazı gəlir. Bu ardıcılıq bizə nədə lazım ola bilər? Məsələn, hal-hazırda yazı burada şəklin önünə gəlir. Amma bəzi hallarda bu yazı arxa fonda ola bilər. Bu hansı hallarda olur? İlk öncə biz yazını əlavə etmişiksə, sonradan şəkilləri yerləşdirmişiksə, bu zaman yazı arxa fonda qalacaq. Bu tipli hallarda, məsələn, belə bir hal yaşanarsa, biz qatmanların yerlərini dəyişməliyik. Bunu da çox sadə bir üsulla etmək olur. Sadəcə istədiyimiz burada qatmanın üzərindən tutaraq, onu daşıyaraq yer dəyişmə etmək mümkündür. Və yaxud da kofe hal-hazırda bu ön hissədədir, amma bəzən arxa fonda da qala bilər. Yəni, bu formada istədiyiniz dəyişiklikləri rahat şəkildə edə bilirsiniz. Qatmanlar aktiv vəziyyətdə də qalır və yaxud da kilitli halda da qala bilər. Əgər kilitli haldadırsa, biz bunu yuxarı hissədən tənzimləməliyik. Məsələn, mən bunu kilitli vəziyyətdə etsəm, artıq həmin lay üzərində iş görə bilməyəcəm. Sadəcə açarın üzərinə bir dəfə toxunsaz, baxın, diqqət etsəz, artıq şəklin üzərində dəyişikliklər edə bilmirəm. Amma digər şəkillərin üzərində istədiyim dəyişiklikləri rahat şəkildə etmək olur. Yenidən açarın üzərinə bir dəfə toxunub, normal halında saxlaya bilərik. Belə. Əlavə olaraq isə hər hansı bir layın üzərində yeni bir rəngləmə etdikdə və yaxud da yazı yazdıqda siz hansı laydasınızsa həmin layın üzərinə gəlmiş olur məlumat. Yəni ki, mən artıq rəngləmə etsəm, baxın, rəngləmə artıq backgroundun üzərində qalmış olacaq. Və mən sadəcə rəngi daşımaq istəsəm, bu zaman tam rəng daşınmayacaq, çünki arxa fonla eyni anda daşınmış olur. Bu da bəzi hallarda bizə problem yarada bilər. Bunun üçün də əgər yeni bir rəng, yeni bir və yaxud da şəkil, hər hansı bir yazı əlavə olunacaqsa, sıfırdan yeni bir lay yaradılmalıdır. Daha sonra həmin yazı və yaxud da rənglər əlavə edilməlidir. Bunun üçün də aşağı hissədən yenidən sıfırdan bir lay yaradıram. Yaratdığım lay hal-hazırda burada qeyd olunur, amma mən yenidən üzərindən tutaraq yuxarı aşağıya doğru tənzimləyə bilərəm. Daha sonra brush tool alətini götürürəm və yenidən rəngləmə işləri həyata keçirirəm və indiki halda artıq rəngi daşımaq istədikdə diqqət etsəniz, sadəcə həmin rəng daşınır. Artıq arxa fona heç bir dəyişiklik olunmur. Hər hansı bir yaratdığımız layı silmək istədikdə isə aşağı hissədən də silə bilərsiniz və yaxud da layın üzərindən tutub onu aşağıda səbətə yerləşdirərək də silmək mümkündür. Əlavə olaraq layları qruplaşdırmaq mümkündür. Bu çox vaxt bir şəklin üzərində qatmanlar çox olduqda istifadə olunur. Deyək ki, bizdə yazılar həddən artıq çoxdur. Məsələn, bu yazıdan bir neçə ədəd kopyalayıram və bu kopyalamaq üçün klaviaturada Ctrl-J düyməsinə toxunmaq mümkündür. Daha sonra isə sıfırdan yeni bir qrup yaradıram və istəsəm qrupun adını yazı və yaxud da mətin olaraq dəyişə bilərəm. Və həmin məlumatları artıq sadəcə bir qrup halında yerləşdirmək üçün sadəcə Ctrl düyməsini sıxılı vəziyyətdə saxlayaraq həmin məlumatları seçirəm və üzərindən tutaraq onu yazılar olan bölməyə əlavə edirəm. Və diqqət etsəniz, artıq bunlar ayrı bir qatman şəklində qruplar halında olmuş olacaq. Belə olduqda qatmanlarda yer olaraq daha çox yer tutmur və bizim işimizi olduqca rahatlaşdırır. Qrupları silmək üçün isə sadəcə aşağıdakı səbətin üzərinə bir dəfə toxunursunuz. Qrupun içərisində olan məlumatlar da avtomatik silinmiş olur. Mən Ctrl-Z ilə yenidən tam əvvəlki halında saxlayıram. Əlavə olaraq şəkillərin üzərində istədiyimiz effektlər vermək üçün burada filtrlar olan bir pəncərəmiz var. Rəng tonları əlavə edə bilərik. Keçid effektləri, qradiyentlər burada hər birin istifadə etmək mümkündür. Hər hansı birinə daxil olduqda, məsələn, aşağıya doğru kölgələr əlavə etmək olur.
əlavə olaraq buradan renk tonlarını artırıb azalda bilərik. Əgər bunu bütün qatmanlara etmək istəsək, bu bölməni aktiv etməzdən öncə kontrol vasitəsilə hər birini seçib, daha sonra hər üçünə olacaq şəkildə effektlər əlavə etmək mümkündür. Belə. Burada maskalama bölməsi var. Bu bölmə haqqında məlumat verək. Əvvəlcə bu şəkili silək. Hətta sıfırdan yeni bir şəkil üzərində etsək daha yaxşı olar. Çünki maskalama çox istifadə olunan əmrdir. Yenidən qatmanlar olan pəncərəni aktiv edirəm. Sağ tərəfdə qalsın. Hətta ölçü olaraq biraz ölçünü kiçildə bilərik. Maskalama yaratmaq üçün sadəcə aşağıdakı buradan işarəyə bir dəfə toxunub sıfırdan belə bir maskalama yaradırıq. Maskalama bizə nə vaxt lazım olur? Məsələn, şəklin müəyyən bir hissəsini silmək istəyirik. Elə olduqda biz sadəcə brush tool alətini aktiv edərək sildikdə ağ və yaxud da bizim seçdiyimiz renk tonunda silinmiş olacaq. Maskalama etdikdə isə artıq silinən hissə daha fərqli formada olur. Bunun üçün biz şəklin özünü yox, mütləq maskaladığımız hissəni aktiv etməliyik. Yəni, ağ rəngdə olan hissəni aktiv etməliyik. Və aşağı hissədə bizə iki seçim verir. Ağ və qara rəng. Bunların ağ-qara rəng tonlarında olmağına mütləq diqqət etməlisiniz. Çünki qara rəngdə olduqda artıq müəyyən hissəni pozur. Ağ rəngi isə yenidən pozduğumuz hissəni əvvəlki vəziyyətinə geri gətirir. Müəyyən hissəni pozmaq üçün bizə lazımdır burada brush tool aləti və sağ düymə ilə ölçünü də istədiyimiz kimi tənzimləyə bilərik. Artıq mən silmək istədikdə baxın belə bir görüntü olmuş olacaq. Yəni müəyyən hissə silinmiş olur. Sildiyimiz hissəni yenidən sıfırlamaq üçün isə burada belə bir ox işarəsi verilir. Ox işarəsinin üzərinə bir dəfə toxunsaz avtomatik yer dəyişmə etmiş olursunuz və brush tool aktiv haldadır və mən yenidən silinmiş hissəni təkrar bərpa edib olduğu vəziyyətdə saxlayıram. Bunu təkcə pozmaq üçün yox, müəyyən seçim etdikdə də, yəni seçim alətlərindən istifadə etdikdə də aktiv halda saxlamaq olur. Bunun üçün yenidən müəyyən seçim alətlərindən hər hansı biri ilə hər hansı bir bölmə aktiv edirəm, seçim edirəm. Seçim etdikdən sonra isə yenidən burada qara fon olaraq saxlayırıq və deyək ki, bu hissəni rəngləmək istəyirik və bizə rəngləmə aləti üçün belə bir işarə verir. Sadəcə yaxınlaşıb bu bölmənin üzərinə bir dəfə toxunuruq. Ctrl D ilə aktivlikdən çıxartdıqda isə belə bir görüntü almış olacaq. Belə. Maskalama bir halda daha çox istifadə olunur. Deyək ki, hər hansı bir fiqur var və mən fiqurun içərisinə hər hansı bir şəkil əlavə etmək istəyirəm. Bu halda da maskalamadan mütləq istifadə etmək lazımdır. Bunun üçün əvvəlcə şəkili olduğu vəziyyətdə saxlayaq. Hətta bunu şəkil formatında saxlayıram. Daha doğrusu qatman olaraq saxlayıram. Aşağı hissədə isə fiqurlar bölməsində yuxarıda istədiyimiz fiqurlar əlavə etmək mümkündür. Mən də buradan hər hansı bir fiqur seçimi edəcəm. Deyək ki, bunu. Belə bir şəkil gətiririk ekrana və birinci alət vasitəsilə bunu olduğu kimi saxlayırıq. Şəkilin üzərində olan bu hissənin fonu əgər yaratdığımız digər şəkilə və yaxud da bunlar fiqurlar da ola bilər, fərqi yoxdur. Əlavə etmək üçün sadəcə olaraq yaratdığımız layı ondan aşağıda olacaq şəkildə yerləşdirməliyik. Yəni ki, arxa fonda qalmalıdır. Arxa fonda qaldığı halda birinci yaratdığımız sıfır olan layı aktiv edirik və üzərində sağ düyməsi, siçanın sağ düyməsinə bir dəfə toxunuruq. Və bu hissədə clipping mask əmri var. Buna bir dəfə toxunsanız, avtomatik belə bir görüntü almış olacaqsınız. Artıq şəkil digər yaratdığımız fiqura və yaxud da şəkilə əlavə olunmuş olacaq. Hətta Ctrl T vasitəsilə bu şəkil üzərində istədiyimiz ölçüdə dəyişikliklər etmək mümkündür.
Arxa fonun rənglənməsi üçün isə sıfırdan yeni bir lay yaratmalıyıq və yenidən hər hansı bir rəng tonu da buradan da seçə bilərsiniz və yaxud da rəng panelindən də seçə bilərsiniz. Hər hansı bir hissədən rəng tonunu seçirəm və sadəcə buradakı əmrə toxunaraq sıçanın sol düyməsini ekranda aktiv saxlayıram. Belə olduqda ilk rənglənmiş hissə ən öndə qalır. Çünki diqqət etsəniz bizim qatmanımız ən yuxarıda yerləşir. Biz bu qatmanın üzərindən ən aşağı olacaq şəkildə yerləşdirməliyik ki, arxa fonda bizim rəngimiz və onun üzərində də qeyd etdiyimiz şəkil olsun. Belə olduqda hər birindən rahat şəkildə istifadə etmək olar. Bu da bir maskalama yöntəmi dahadır. Yaratdıqlarımızın hər birini silmək üçün isə sadəcə bu düyməyə bir dəfə toxunaraq yaratdığımız layları avtomatik silə bilirik. Arxa fon olduğu üçün arxa fonu ancaq yuxarı hissədən silmək mümkündür. Yəni aşağı hissədən son lay silinə bilməz deyə onu aktiv olaraq saxlamalıyıq. Yəni məlumat olaraq demək olar ki, silə bilmirik. Əlavə olaraq FX pəncərəsində də filtrlər olur. Daha çox belə deyim, şəklin öz üzərində dəyişiklik etmək üçün bizə bəzi seçimlər verir. Lakin diqqət etsəz, açar aktiv olduqda, yəni açar burada kilitli vəziyyətdə qaldıqda biz o bölmədən istifadə edə bilmirik. Mütləq açar aktivlikdən çıxmalıdır ki, biz həmin FX bölməsinə daxil ola bilək. Bu bölmədə də bir çox əmrlər var. Bunları həm şəkilə, həm də yazılara etmək mümkündür. Məsələn, buradan istəsək biraz kölgə effekti verə bilərik. Bu hissədən şəkli aydınlaşdırmaq olur. Kontur əlavə etmək mümkündür. Konturu artırıb azaltmaq mümkündür. Biraz sağ tərəfdə yerləşdirək. Teksturalar əlavə edə bilərik. Teksturalarını da yenidən artırıb tənzimləmək olur. Bu hissədə qalınlıqlar. Yəni hər birini aktiv edib dəyişiklik olaraq üzərində yoxlamaq olar. Həmçinin bunu yazı üçün də etmək olur. FX-ə daxil olduqda yazıya kölgə vermək, yazını formada və yaxud da buradan biraz qalın formaya gətirmək, yenidən kontur əlavə etmək, həmçinin aşağı hissədən də tənzimləmək mümkündür. Yenidən teksturalar var burada. Hər hansı bir teksturanı yazının içərisində yerləşdirmək olur. Buradakı pəncərələrə də daxil olub, yenidən üzərində istədiyimiz dəyişikliklər etmək olur. Belə. Digər bir əmrimiz isə layları, yəni qatmanları qruplaşdırmaq üçün istifadə olunur. Əslində qruplaşdırmaq dedikdə nəyi nəzərdə tuturam? Yəni bir laydan istifadə edərkən artıq mən deyək ki, bu ikisini qrup halına gətirmək istəyirəm. Belə olduqda kontrol düyməsini sıxılı vəziyyətdə saxlayaraq ikisini aktiv edib bu işarəni sadəcə üzərinə toxunaraq aktiv saxlayırıq. Belə olduqda artıq bunlar hər ikisi bir lay şəklindədir. Belə olduqda ölçü verə bilərsiniz və yaxud da daşıyaraq digər bölməyə əlavə edə bilərsiniz. Enter ilə təsdiqlədikdə aktivlikdən çıxacaq, amma aktivlikdən çıxsa da bu formada qalır. Biz bunları ayırmaq üçün mütləq həmin əmrə bir dəfə də toxunmalıyıq ki, artıq hər bir şəkildən yenidən ayrı-ayrılıqda istifadə edə bilək. Bu hissələrdən isə şəklin istədiyimiz kimi faizlərlə artırıb azalda bilərik. Məsələn, 30% biraz daha kölgə formasında olur və yaxud da 100% şəkil olduğu halda qalır. Həmçinin digər işarə ilə də bu formada dəyişmək mümkündür. Normal hissəsində olan əmrlərdən isə şəkillərdə məsələn geyimin dəyişilməsi barədə ayrı bir dərsdə məlumat vermişəm. İstəsəniz o dərsə daxil olaraq izləyib məlumat əldə edə bilərsiniz.